إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا أما بعد فأوصيكم ونفسي بتقوى الله وهي وصية الله للأولين والآخرين وَلَقَدْ وَصَّيْنَا الَّذ۪ينَ اُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَاِيَّاكُمْ أَنِ اتَّقُوا اللّٰهِ Ən birinci nəfsimə, sonra da sizə Allahdan qorxmağı tövsiyə edirəm. Çünki bu Allah Taala'nın həm bizə, həm də bizdən əvvəlki nəsillərə etdiyi bir tövsiyəsidir. Ona görə Allah Taala buyurur ki, biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və sonra Şeyx Abdüssalam İbn Bərcəs rahiməhullah Usulü Da'va Sələfiyyə risaləsində, Sələfi dəvətinin əsasları risaləsində yeni fəslə keçir və buyurur ki, Əl-Aslul Xamis Əl-İhtimamu bis-Sünnətin Nəbəviyyə vəl-Hirsu aləl-əməli bihə və-də'vəti ilə dəlik. Beşinci əsas, yəni Sələfi dəvətinin beşinci əsası Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə önəm vermək, ona əməl etməyə həris olmaq və ona dəvət etmək. Və sonra buyurur ki, həqiqətən müsəlmanın haqqı ilə önəm verməli olduğu Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə əməl etməsidir. Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə əməl etməyə böyük yeri ayırmalıdır. Ona haqqı ilə əməl etməlidir və Peyğəmbər sallallahu aleyhi və səlləmin bu mirasını, bu sünnəsini öz həyatında yaşatmağa çalışmalıdır. Bacardığı qədər Peyğəmbər s.ə.v-in sünnəsini öz həyat tərzi etməlidir. Öz həyatını Peyğəmbər s.ə.v-in sünnəsi üzərində formalaşdırmalıdır. Çünki müsəlmanın can atdığı və səy göstərdiyi qayələrdən, məqsədlərdən də biri odur ki, hidayət yolunu tapmış olsun. Hidayət yolunu tapmış olsun, hidayət üzərində olsun, doğru yolda olsun ki, bu doğru yol onu xoşbəxtlik diyarına çatdırsın. Səadət diyarına çatdırsın. Ona görə Allah Taala Nur surəsi 54-cü ayədə buyurur ki: "Və in tuti'uhu tehtadu." Əgər ona itaat etsəniz, doğru yolu tapmış olarsınız. Yəni doğru yolu tapmaq Peyğəmbər s.ə.v-in itaətindən keçən bir yoldur. Peyğəmbər s.ə.v-in sünnəsinə əməl olunandan sonra tapılan bir yoldur. Və həmçinin Ərəf surəsi 158-ci ayədə Allah Taala buyurur ki: "Vəttəbi'uhu leallekum tehtedun." Ona tabi olun ki, doğru yolu tapa biləsiniz və hidayət üzərində ola biləsiniz. Və həmçinin Allah Taala Əhzab surəsi 21-ci ayədə buyurur ki: "Laqad kana lakum fi rasulillahi uswatun hasanatun liman kana yarjullaha vel yevmel axir və zəkerallaha kəsira." Həqiqətən Allahın rəsulunu, Allaha qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl bir örnəkdir. Yəni Allah Taala'nın Peyğəmbəri axirətə, yəni qiyamət gününə inananlar üçün və Allaha ümid edənlər üçün və Allahı çox zikr edənlər üçün bir nümunədir, bir örnəkdir. Və şeyx buyurur ki: "Və hadihi al-ayatu aslun kabirun fi't-ta'assi bi Rasulullah sallallahu əleyhi və səlləm bi aqwalihi və af'alihi və cəmi' ahvalihi və harakatihi və sukunatihi." Buyurur ki, bu ayə böyük bir əsasdır. Böyük bir əsasdır ki, hansı ki, bu əsas bildirir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmi nümunə götürmək lazımdır. İstər əməllərində olsun, istər sözlərində olsun, istər bütün əhvalında, hərəkətlərində və sükunətində olsun, Peyğəmbər sallallahu aleyhi və səlləm nümunə götürülməlidir, nümunə olmalıdır. Və bu nümunəlik və bu örnək o kəslərdə olur ki, o kəslər Allaha ümid edir və bu nümunəliyə, bu örnəyi götürməyə o kəslər müvəffəq olur ki, o kəslər Allaha ümid edir və axirətə ümid edir. Və kimdə ki iman var və Allahdan qorxur və etdiyi əməlin savabını Allahdan umur və Allahın qəzəbindən, əzabından qorxur, o insanı, onun imanı Peyğəmbər s.ə.v-i örnək götürməyə sövq edir, rəğbətləndirir. Deməli, Peyğəmbər s.ə.v-i örnək götürmək üçün insan imanında kamil olmalıdır, mükəmməl olmalıdır.
imanını artırmağa çalışmalıdır, Allah qorxusunu artırmağa çalışmalıdır və Allaha ümid etməlidir ki, etdiyi əməllərin savabı Allahdandır. Həmçinin bununla yanaşı Allahdan qorxmalıdır. Əgər bunlar varsa, o Peyğəmbər s.ə.v-i nümunə götürəcək. Və çünki bu əməllər onu Peyğəmbər s.ə.v-i nümunə götürməyə rəğbətləndirəcək. Və müminin də şərəfi, dərəcəsi yalnız Peyğəmbər s.ə.və tabi olduğu ilə müqayisə olunur. Və insan nə qədər çox sünnəni axtarır, ona əməl etməyə çalışırsa, bir o qədər dərəcəsi yüksək olar, daha doğrusu dərəcəsinin yüksək olmasına layiq olar və haqlı olar. Ona görə də əvvəlki sələflər hansı ki bizi ötüb keçiblər, salih əməl görməkdə, Peyğəmbər s.ə.v-in sünnəsinə tabi olmaqda və onlardan da təbiinlər, Allah onlara rəhm etsin və rəhmət etsin, buyururlar ki, onlar bir insandan elm götürməyin meyarını, ölçüsünü, müqayisəsini ancaq Peyğəmbər s.ə.v-in sünnəsinə tabiçilikdə görürdülər. Yəni, onlar bir insandan elmi qəbul etməyin meyarını həmin insanın sünnəyə tabiçiliyindən asılı görürdülər. Ona görə İbrahim ən-Nəxəi rahiməhullah buyurur ki, kənu idə ətəvur rəculə liyəxudə anhul ilm nadaru ilə saləti. Buyurur ki, onlar, yəni sələflər, bir kişinin yanına gələrdilərsə, yəni ondan elm tələb etmək istəyirlər və onun yanına gələrdilərsə, onun namazına baxardılar. Və ilə sünnəti və həmçinin sünnətinə baxardılar və ilə heyyəti və həmçinin görkəminə baxardılar. Thumma yaxudun an. Yəni baxardılar namazı, sünnəsi və görkəmi Peyğəmbər s.ə.v-in sünnəsinə müvafiqdirsə, ondan elm götürərdilər, əks halda yox. Və bunu da Əd-Dərimi öz sünnəsində rəvayət edib. Həmçinin bəzi alimlər buyurardılar ki, İnnə min aləmətil muhibbi lilləh mutabə'atu Həbibullahi sallallahu aleyhi və səlləm fi əxlaqihi və əf'alihi və əvamirihi və sünnətihi. Buyurur ki, alimlər Allah Taala'nı sevənin əlamətlərindən, yəni kim ki Allah Taala'nı sevir, onun əlamətlərindən Allahın sevimlisi olanın, yəni Peyğəmbər s.ə.v-in sünnəsinə tabiçiliyidir. İstər əxlaqında olsun, istər əməllərində olsun, istər əmirlərində olsun, istər də ki sünnələrində olsun. Yəni onun əlaməti Peyğəmbər s.ə.v-in sünnəsinə bütün bu işlərdə tabi olmasıdır. Hansı ki Allah Taala Əl-İmran surəsi 31-ci ayədə bunu açıq aydın bəyan edir və alimlər də bunu Allah Taala'nın bu kəlamından götürüb bu cür deyiblər. Və Allah Taala bu ayədə buyurur ki: "Qul in kuntum tuhibbunallaha fattabi'uni yuhibbukumullah və yaghfir lakum dunubakum vallahu ghafurur rahim." De, əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, yəni mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir. Ona görə Həsən el-Basri rahimehullah necə ki İmam Lələkəy Etiqad Əhl-i-Sünnə kitabında, Əhl-i-Sünnə Etiqadı kitabında rəvayət edir. Buyurur ki Həsən el-Basri bu ayəni təfsir edir. Cəalallahu alamətə hubbihi iyyahum ittiba'a sünnəti rasulihi sallallahu aleyhi və səlləm. Buyurur ki Allah Taala onlara olan sevgisinin əlaməti və əlamətini Peyğəmbər sallallahu aleyhi və səlləmə tabiçilikdə gördü. Peyğəmbər s.ə.və tabiçilikdə əmr etdi, buyurdu. Ona görə də Quran və sünnəyə baxsaq, görərik ki, Quran və sünnədə və həmçinin səhabələrin, təbiinlərin Peyğəmbər s.ə.və tabiçilik haqda olan sözləri, həmçinin Quran və sünnədə ayə və hədislər olduqca çoxdur. Və bütün bu dəlillər insanı Peyğəmbər s.ə.v-in sünnəsinə əməl etməyə rəğbətləndirir, ondan tutulmağa sövq edir. Və ən məşhur hədislərdən hansı ki Peyğəmbər s.ə.v-in sünnəsinə əməl etməyi buyurur və ona rəğbətləndirir. Ərbəd ibn Səriyə radiyallahu anh'ın hədisi, necə ki İbn Məcə rahiməhullah rəvayət edir bunu və Şeyx Albani də səhihləşdirib. Buyurur ki Ərbəd ibn Səriyə "Va'adana Rasulullah sallallahu aleyhi və səlləm mev'izatan zarafat minha'l uyun və vacilat minha'l qulub." Peyğəmbər s.ə.v bizə moizə verdi. Yəni bir gün moizə verdi. Elə bir moizə idi, elə bir xitab idi ki, danışıq idi ki, ondan gözlər yaşardı və qəlblər yumşaldı. Fəqulnə ya Rasulallah, innə hədihi məvəzətü müvəddi' fəəvsina. Dedi ki, ey Allahın elçisi, bu vidalaşan kəsin moizəsidir. Elə isə bizə tövsiyə et, nəsihət et. Qalə
sallallahu aleyhi və səlləm, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, taraktuhum aləl beyda leyluha kənəhəriyə. Sizi ağ bir şey üzərində tərk edirəm. Gecəsi də gündüzü kimidir. Ağappaq bir iş üzərində tərk edirəm. Gecəsi də gündüzü kimidir. Lə yaziğu anhə bə'də illə həlik. Məndən sonra bu yoldan yalnız həlak olan kəs aza bilər. Və mən yə'iş minkum fəsəyərə ixtilafən kəthira. Sizdən kim yaşasa, yəni ömrü uzansa, çoxlu ixtilaflar görəcək. Fəaleykum bi sünnəti. Elə isə sünnətimdən tutunun. Və sünnətil xulafəir raşidinəl məhdiyinə min bə'di. Və məndən sonra doğru yolda olan və doğru yola yönəldən raşidi xəlifələrin sünnəsindən tutunun. Mənim və raşidi xəlifələrimin sünnəsindən tutunun. Addu aleyhə bin nəvaciz. Və buyurur ki, və ondan, yəni sünnəmdən arxa dişlərinizlə möhkəm yapışın. Arxa dişlərinizlə möhkəm yapışın. Və Peyğəmbər s.ə.v-in hədisdə aleykum bu sünnəti, sünnətimdən tutunun sözü, yəni ki, mənim yolumu tutun. O yol ki, hansı ki, onu və onun əhkamlarını təfsilatı ilə sizə açıqlamışam. İstər etiqadi cəhətdən olsun, İstər əməli cəhətdən, istər vacib olan əməl olsun, istər müstəhəb olan əməl olsun, mənim bu yolumdan tutunun. Amma usul alimlərinin, usulçuların sünnəyə verdiyi tərifə gəlincə isə, əl-matlub talabən qeyri cəzm, yəni cəzm olunmadan tələb olunan bir şey, şeyx buyurur ki, bu termin, bu istilah sonradan meydana gələn bir termindir və usulçuların bu istilaha istifadə etməsinin əsas səbəbi ibadətləri bir-birindən seçməsidir. Yəni, sünnələrin fərzlərdən və vaciblərdən seçməsi üçün. Amma şəri termində, şəri istilahda sünnə sözü deyilirsə, burada Peyğəmbər sallallahu aleyhi və səlləmin yolu qəsd olunur. Hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bu yoldaydı, bu yol üzərindəydi. İstər ibadətində olsun, istər müamələsində olsun, istər əxlaqında olsun, istər hərəkətlərində, istərsə də sükunətində olsun. Peyğəmbər sallallahu aleyhi və səlləmin üzərində olduğu bu yol qəsd olunur, bu hal qəsd olunur. Ona görə Urva ibn Zübeyir rahiməhullah buyurur ki, Əs-sunən əs-sunən fə innəs-sunən qivamud-din. Buyurur ki, sünnətlər, yəni sünnətlərdən tutunun, çünki həqiqətən sünnətlər dinin dayaqlarıdır. Necə ki, bunu Muhammed ibn Nasır el-Mərvazi sünnə kitabında rəvayət edib. Yəni, sünnətlərdən tutunun, sünnətlərə əməl edin ki, sünnətlər dinin dayaqlarıdır. Ona görə də İbn Ömər radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətini axtarırdı. Peyğəmbər sallallahu aleyhi və səlləmin etdiyi hər bir sünnəni axtarıb araşdırırdı və hər bir halında ona əməl etməyə çalışırdı. Hətta ona elə önəm verirdi ki, ona baxanlar sanki onun halına normal hal kimi görmürdülər və bəzilər hətta onun ağlının itirməsindən qorxurdular. Necə ki, Əbu Nuaym və başqaları Nafi'dən, İbn Ömərin mövlası azad etdiyi köləsi olan Nafi'dən rəvayət edir ki, Nafi deyir ki, qalə ləv nəzarta ilə İbn Ömər radiyallahu anhu teala İzə təbə əthər Nəbi s.ə.v qultə həzə məcnun. Buyurur ki, əgər İbn Ömər radiyallahu anhunun Peyğəmbər s.ə.v-in sünnəsini necə axtardığı, ondan necə tutunduğunu görsəydin, deyərdin ki, o dəli olub və ya o havalanıb. Həmçinin Asim-il Əhval Nafi'dən rəvayət edir və deyir ki, Kənə İbn Ömər İzə rəahu əhədun zannə ənə bihi şeyən min tətəbbühi əthərin Nəbi s.ə.v. Buyurur ki, İbn Ömər radiyallahu anhunu, Abdullah ibn Ömər radiyallahu anhunu görən bir kəs elə zənn edirdi ki, yəni ona nəsə olub və ya onda nəsə var. Peyğəmbər s.ə.v-in sünnəsinə tabi olduğunu gördüyü zaman elə zənn edirdi ki, ona nəsə olub. Yəni elə şiddətli dərəcədə araşdırırdı, axtarırdı ki, Peyğəmbər s.ə.v-in sünnəsinə əməl etsin. Ona görə Zuhri rahiməhullah buyurur ki, Kənə mən mada min uləməinə yəqul. Buyurur ki, bizim keçib getmiş, yəni ölmüş alimlərimiz deyərdilər ki, əl-i'tisamu bis sünnəti nəcə, sünnətən tutunmaq xilasdır, nəcata çatmaqdır. Və bunu da Dərim öz sünnəsində rəvayət edib. Ona görə də sünnəyə tabi olmaq sələflərin yolu idi. Çünki sünnəyə əməl etməyin, sünnəyə önəm verməyin faydaları olduqca çoxdur və onu sayıb qurtarmaq olmaz. Və şeyx burada risaləsində ondan bir neçəsinə toxunur və buyurur ki, sünnəyə tabi olmağa, sünnəyə önəm verməyin faydalarından sünnəyə əməl edənin dərəcəsinin Allahın sevimlisi olması dərəcəsinə yüksəlməsidir.
ən birinci faydalarından Allah Taala sünnəyə tabi olan kəsi sevər. Allahın sevimlisi olar. Ona görə də Qüdsi hədisdə Peyğəmbər s.ə.v buyurur ki, Allah Taala buyurdu ki: "Və la yazalu abdu yetaqarrabu ilayya bin nawafil hatta uhibba." Buyurur ki, qulum mənə nafilə ibadətlərlə o qədər yaxınlaşar ki, nəhayət onu sevərəm. Fa iza ahbabtuhu kuntu sam'uhu allazi yasma'u bih. Əgər onu sevdimsə, onun eşidən qulağı olaram. Və basaruhu allazi yubsiru bih. Və görən gözü olaram. Və rijluhu allati yamshi bih. Onun gedən ayağı olaram və ya gəzən ayağı olaram. Və yeduhu allati yabtishu bihi. Və onun tutan əli olaram və ya vuran əli olaram. Və in sa'alani la'utiyanna və la in ista'adani la'udhiyan. Əgər məndən istəsə, ona verərəm. Əgər məndən sığınacaq istəsə, məndən sığınacaq tələb etsə, ona sığınacaq verərəm. Və bunu da Əbu Buxari rahimehullah Əbu Hüreyrə radiyallahu anhudan rivayet edir bu hədisi. Və həmçinin sünnəyə tutunmağın və sünnədən tutunmağın və sünnəyə önəm verməyin faydalarından sünnə fərzləri bərpa edir. Sünnə fərzlərdə olan naqislikləri bərpa edir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm Əbu Davudun Əbu Hüreyrədən radiyallahu anhudan rivayet etdiyi və Şeyx Albaninin səhihləşdirdiyi hədisdə buyurur ki: "İnnə awwalu ma yuhasabu an-nasu bihi yawmal qiyamah min a'malihi as-salah." Qulun və ya insanlar qiyamət günü əməllərindən hesaba çəkildikləri ilk əməl namaz olacaq. Fəyəqulullahu l-mələikət. Allah Taala mələklərinə deyəcək: "Unzuru li salati abdi ətəmməhə əm naqasaha." Ətəmməhə əm naqasaha. Deyəcək ki, baxın qulumun namazına. Onu tamamlayıb, tam qılıb və ya tam olaraq, kamil olaraq yerinə yetirir və ya naqislik var o əməldə. Fəidə kənət təmmətən kutubə ləhu təmmə. Əgər tamdırsa, ona tam yazılacaq. Və in kənə intəqasa minhə şeyə. Əgər ondan nəsə naqislik varsa və ya naqislik olubsa həmin ibadətdə, qalallahu unzuru həlli abdi min tatavu. Allah Taala buyuracaq ki, baxın görün, qulumun nafilə ibadətləri var. Fə in kənə ləhu tatavu. Əgər onun nafilə ibadətləri varsa, qalə ətimmu li abdi fəridətəhu min tatavuih. Deyəcək ki, qulumun fərzlərini, fərz namazını onun nafilələrindən tamamlayın. Həmçinin sünnəyə önəm verməyin, ondan tutunmağın faydalarından sünnədən tutunanın axır zamanda savabının çox yüksək olmasıdır. Qiyamət günü sünnədən tutunanların savabının çox yüksək olmasıdır. Həmçinin də bu dünyada və ya bu dünyanın sonuna yaxın o vaxt ki, insanlar sünnəni tərk edəcək və insanlar olacaq ki, onlar Peyğəmbər s.ə.v-in sünnəsinə tabi olacaqlar, baxmayaraq ki, fitnələr zamanı olacaq və çətin bir zaman olacaq. Həmin zamanda da sünnədən tutunmasının savabı qiyamət günü çox böyük olacaq. Ona görə də Utbə ibn Qazvan Peyğəmbər s.ə.v-lə rəvayət edir ki, Peyğəmbər s.ə.v buyurur ki, İnnə min varaikum əyyəməs sabr. Deyir ki, sizdən sonra, səhabələrə buyurur ki, sizdən sonra səbir günləri gələcək. Yəni, qiyamətə yaxın səbir günləri gələcək. Lil-mutəməssiki fihinnə yəvmə idin bimə əntum aleyh əcru 50 minkum. Həmin gün siz hal-hazırda olduğunuz, üzərində olduğunuz, yəni bu sünnəyə əməl edənlər, ondan tutunanlar üçün sizlərdən 50 kişinin savabı olacaq. Qalən, ya Nəbiyyəllah, əvə minhum, səhabələr dedi ki, ey Allahın elçisi, bəlkə onlardan 50 kişinin. Peyğəmbər s.ə.v buyurur ki, bəl minkum, əksinə sizdən 50 kişinin savabı olacaq. Və bunu da Əbu Davud rahimehullah öz sünənində rəvayət edib və Şeyx Albani də səhihləşdirib. Və ona görə də sələflər Peyğəmbər s.ə.v-in sünnəsinə əməl etməyə böyük önəm verirdilər. Və sünnəni tərk etməyi çox böyük bir qəbahət görürdülər. Və hətta sünnəni tərk edənlərə qarşı çox şiddətli idilər və onları tənbih edirdilər. Və sünnəni mütləq olaraq tərk edənə qarşı isə çox şiddətli və tənbih edici bir mövqedə olurdular. Çünki onların sünnəni tərk etməsi, yəni Peyğəmbər s.ə.v-in sünnəsini tərk edənin aqibəti Peyğəmbər s.ə.v-in buyurduğu İmam Buxari və Müslimin Ənəs ibn Məlikdən rəvayət etdiyi hədisin hökmünə düşür. Çünki Peyğəmbər s.ə.v buyurur ki, fəmən rəqibə ən sünnəti fəleysə minni. Kim mənim sünnətimdən
uzaq olarsa, yəni sünnətimi tərk edərsə, məndən deyil. Ona görə də sələflər sünnəni tərk edənə qarşı çox şiddətli idilər. Ona İmam Əhməd rahimehullah deyərdi ki, mən tarakal vitra fəhuvə raculun su. Kim vitri tərk edərsə, o pis kişidir. Vitri tərk edən pis kişidir. Lə yənbəği ən tuqbələ ləhu şəhədə. Onun şəhadətinin qəbul olunması yol verilməzdir. Və bunu da həmçinin Buhuti Ravdul Murbeydə rəvayət edib. Ona görə Şeyx Əbdüssalam Əl-Bərcəs bu əsasın sonunda buyurur ki, فَكُلُّ مَا ثَبَتَ مِنْ رَسُولَ s.ə.v. Peyğəmbər s.ə.v-dən sabit olan hər bir şey, hər bir sünnət, nəs'ə səyin şədidən, şiddətli dərəcədə çalışırıq, can atırıq nəyə? Li-tətbiqihi, onu həyata keçirməyə, onu tətbiq etməyə. Və tə'limihi lin-nəs, həmçinin insanlara öyrətməyə. Ləallallahu ən yəhəbənə əcrə mən əhyəs sünnən. Bəlkə bununla Allah Teala bizə sünnələri dirildənlərin savabından verər. Allah Teala bizi sünnələri əməl etməyə, Peyğəmbər s.ə.v-in sünnəsindən tutunmağa kömək etsin. Bizi Peyğəmbər s.ə.v-in sünnəsini daima həyatımızda yaşatmağa, onu əməl etməyə rəğbətləndirsin və bizə də sünnələri dirildənlərin savabından məhrum etməsin, bizə o savabdan böyük bir əta etsin. Allah Teala bizə eşidib faydalardan etsin. Əqulu mə təsmə'un və əstəğfirullahi li və ləkum və lisəl muslimin kullu zəm fəstəğfiru innəhu vəl-ğafurur rahim.